Salam dostlar. Bugünkü misalımız bərabərsizliyə aiddir. Deməli bizə deyir ki, bu verilən bərabərsizliyin ən kiçik və ən böyük həllərinin cəmini tapın. Mən indi bir qayda deyəcəm və bu qaydanı həmin bu misala tətbiq etməklə biz misalın həllini tapa bilərik. Əgər bizə modul A tutaq ki, 1-dən kiçik bərabər veribsə, bu zaman A -1 ilə 1 arasında yerləşir. Bu qaydada A-nın yerində x-4 durur. Və ona əsasən yazarıq ki, əgər modul x-4 m kvadrat plus 6-dan kiçik bərabərdirsə, x-4 -m kvadrat minus 6 ilə m kvadrat plus 6 arasında yerləşir. Buradan x-i tapsaq, -m kvadrat minus 2 və m kvadrat plus 10 arasında yerləşir. Ən böyük qiymətimiz də ən kiçik qiymətimizin cəmini istəyir. Ən kiçik qiymət -m kvadrat minus 2, ən böyük qiymət isə m kvadrat plus 10-dur. Çünki burada bərabərlik işarələri var. Və ona görə də bu ifadələri biz toplasaq, cavabımız 8 edir. Və misalımızın cavabı da 8 olacaq.